Anamla getdik mağazaya, gəldik. Getmə səbəbimiz əslində bu şeyləri almayacaqdıq. Buna görə getmişdik. Bu nədir? Deməli, sizə açıqlama verim. Bilirsiniz ki, sabah birinci gün, həftənin birinci günü 23 fevraldır. O münasibətlə də qızlar parta yoldaşlarına hədiyyə alırlar. Ona görə Dənizin də sinif yoldaş, parta yoldaşına almaq istəyirdi hədiyyə. O uşaq Galatasaray xoşlayır deyənə ona belə çaşqa dəsti, orada qaşığı da var. Getdim hədiyyəlik aldım ki, sabah da Dəniz də aparsın. Oturmuşdum, durdum ayağa. Belə çaşqa dəsti. Ondan sonra hamısını elə bil ona uyğunlaşdırdıq da. Belə bir dənə not dəftəri almışam. Bu rəngə uyğun. Daha sonra nə? Buradan bir dənə belə quru salfetka. Bu, yəni boksun içində olacaq da. Bir dənə belə ruçka, qələm yəni. Bu heç benim alamalı özünə. Sonra bir dənə belə nəm salfetka. Ondan sonra bir dənə də belə brulok. Bir dənə də belə hədiyyə paketi almışam. İndi hazırlayaram içinə, onu da göstərərəm sizə. Daha sonra nə? Bu mənim kaşlokumdur. Rebus'tan almışıq bu arada. Bunu da anam özünə aldı. Bir dənə nəm salfetkadı çantasına. Bir də belə pomada, bu rəngləri sevir. Daha sonra marketdən nə aldıq? Marketdən nə aldıq? Deməli, yenə biber almışam. Badımcan, patlıcan. Daha sonra 2 dənə çörək. Bir dənə mayonez, salat eləyəcəm. Bu nədir? Soğan, alma. Daha sonra bunu göstərdik. Kartof. Ondan sonra kələm. Kələm dolması da iftarda hansısa gün bişirərik. Sonra kök belə. Daha sonra salat üçün lazım olacaq çuğundur. Bu qırmızı turp aldım. Aylin sevir. Ondan sonra burada nələr almışam? Burada 2 dənə spaget. Günaydının 2 dənə spagetini. Ondan sonra belə İranlı sabunu idi. Bilmirəm, mamam aldı ki, yoxlayaq 3 ədəd. Bilmirəm, siz də işlətmişsiniz, işlətməmişsiniz. Biz ilk dəfə də aldıq. Belə, baxın, İran sabunu. Üçün də eyni götürüb. Belə İran sabunudur. Ondan sonra Ayliş üçün 2 dənə çöp aldım. Abur-cubur seksiyası. Aylinin abur-cubur. Təbii ki, Zuzini heç vaxt unutmuruq. Bir dənə Zuziyə. Daha sonra nə? Dəniz bunu hazırladı. Qoy dedim sizə göstərim. Baxın, belə oldu. Hamısını belə yığdı qutuya. Qutuya nə idi? Paketə. Belə. Belə, yəni, məncə boş olmadı. Dolu-dolu oldu. Hər şey var da, yəni. Belə. Ruçkası da var. Belə qoyaq. Belə. Qəşəng görsəndi məncə. Yəni, qəşəng pis. Axırı bunları bacardım almağa. Bilirsiniz, mən əslində zövqlü hədiyyə alanam. Sadəcə olaraq qız uşağına çox şey var. Oğlan uşağına adam tapmır. Bir Dəniz onu öyrəndim ki, Galatasaray sevir. Ona görə çaşqaya da uyğunlaşdırdım. Brulokunu, salfetkalarını olsun, ruçkasını olsun, dəftərini olsun. Dəst oldu, yəni dəst etdim. Bu paket həyətdə qalıb, indi gətirdim. Qoy, bunları yığışdırdım, indi bunları da qoyum yerinə. Belə Araz marketdən fıstıq almışıq, qovrulmuş fıstıq. Daha sonra qıtlıq olacaq, buradan da bir çörək çıxdayım ama. Ondan sonra iftarda, imsakda yeməyə belə bulkalar. Ondan sonra belə bulkalar. Daha sonra belə Aylinin ən sevdiyi şirin qoğal və belə bulkalar. Ondan sonra burada da göyərti 3 dəstə. Göyərti yəni kişniş 3 dəstə. Daha sonra Arazdan 15 dənəli yumurta. Bunlar da son bitdi. İndi keçim salatımı hazırlayım.
Aşkım, kuzum. Salatımın qoyum bişsin. Daha sonra başlayayım salatımı hazırlamağa. İftara az qalıb. Dolmamızı hazırladım. İki bacıdır dolmamız. Üçüncü bacısı yoxdur. Badımcanlarımın da belə içini doldurmuşam. Biberlərimi də qəşəng doldurmuşam. İndi yağ, bir də acı tomatlı su eləyəcəm. Qaynaması üçün qoyacağım yavaş-yavaş. Vam odda qaynasın. Dolmanı gördünüz. İndi keçdim. Dünənin menüsunda dolmaydı. Çəkmişdim, gördünüz. Bugün də inşallah Ramazanın 4-cü günüdür. Bugünün də çox az qırmışam. Bilmirəm, nəsə allergiyama təsir eləyib. Ona görə böyük bir qazanda su pişirirəm. Bugünün menüsü necə deyim, qarışıq supda. Yəni mən buna lobya əlavə eləmişəm, turşu atmışam, noxud, biber, kartof, soğan, belə şeylər əlavə etmişəm. Bugünün menüsü qarışıq sup, tərəvəzlidə, yəni qarışıq sup, ondan sonra qriçka, bir də balıq qızartması olacaq. Tomatını da əlavə etdim, qarışdırdım. Daha sonra belə hazırlamışam verməşil və düyü. Onu da əlavə edirəm. Bəzən suyunu əlavə edirəm. İndi biraz çoxdur. Soğanı falan da çox qovurmuşam. Ona görə indi əlavə etdim. Gedim suyunu da gətirim, töküm. Supumuzun suyunu da əlavə etdim. Qalıb orada. Qalsın da, yəni qaynayır. Biraz açqırmışam deyənə sözlərimi tapa bilmirəm. Biraz çətin olur mənə. Allergiyam qalxdı, o gün çox pis hiss edirəm özümü. Burada da deməli soğan qovururam, bol soğan, qriçka üçün. Tamam qovuracağım, üzərinə tomat əlavə edəcəm. Sonra qriçkanı yuyub tökəcəm, su əlavə edəcəm, qoyacağım dəmlənsin. Sonra vəssalam. Tomat da burada da aparmadım ki, buna da əlavə edeyim. Sonra suyumuz da yavaş-yavaş qaynayır. Bir də sizə nəyi göstərim. Kələm almışdım. Onu belə axşam bekarçılıq idi. Gətirdim, doğradım. Çoğunduru da əlavə elədim. Duz, su da əlavə elədim.
Bir bu oldu, bir dənə də balaca banka. İndi bu günü də qalsın, dünən axşam eləmişəm. Sabah baxacağım. Duzu azsa duz əlavə eləyəcəm. Biraz rəngi falan hələ çıxmır da, yəni çox təzə olub. Duzu azsa duz əlavə eləyəcəm. Yəni sabah açıb baxacağım. Bu gün də hələ qalsın. Belə bunu da tutdum ki, yeyərik. Bu il neçə dəfə tutmuşam. Bu il tutma bizdə çox işləndi. Qriçkanı da əlavə elədim. Yox. Qriçkanı da əlavə elədim. Baxın. Biraz bu da qovrulsun. Yumuşam. Daha sonra acı su əlavə eləyəcəm. Acı denəyən üzünə çıxan qədər yavaş-yavaş dəm alacaq. Keçmişəm. İndi də balığımı qızardıram. Sizə göstərim yeməklərimin son vəziyyəti. Bu qriçkam çox qəşəng bişib, dən-dən durub. Dəndəndir. Daha sonra burada belə göstərim suvumu. O da çox qəşəng alınıb, əsir istədiyim kimi. Baxın, hər şey var tərkibində. Qəşəng böyük bir qaqa su pişirmişəm. Qriçkamı da göstərdim, bir də göstərim. Belə dən-dən qalıb, baxın. Ondan sonra balıq. İndi də balığımızı qızardıram. Qəşəng düzmüşəm tavaya. Fırfır eləyir, qızarsın. Balıq da qızarsın və salam. İftara artıq çox az bir zaman qalıb. Bayaqdan ona görə bişirmədim. Mən iftar saatına az qalmış bişirirəm. Həm evdə iyi çıxmasın orucluqda. Uşaqlar falan orucdur. Mən heç nə yemə üçün fərqi yoxdur. Uşaqlara görə. Bu da gəzintiyə çıxmışdı. Gəzibdi. Fidoş gəzdirib onu. Zuziş, xalalara el sallayalım. Ha? Ay canımın içi, canım, aşkım, bebeğim. Qoy sizə çoxdan da güllərimi göstərmirəm. Onları da göstərim. Burada bağlıdılar həyətdə. Amma buna baxın hələ. Mənim üçün sürpriz. Görün nə gözəl açıb. Burada da tumurcuqlar verib belə. Qəşəng-qəşəng açıb, tumurcuq verib mənim qızım. Seni minnak. Bu birinci belə olur. Daha sonra bu proses olur. Baxın, birinci belə, iki belə, üç də. Nə qəşəngsən sən. Bu da güllərin içində ətirlim, qoxulum, aşkım. Yavaş-yavaş gözünə dəyər. Mənim qızım. Zuzi xalalara bax. Aşkım. Balığın da səsi gəlir, qızarır. Bu da güllərim falan belə yığmışıq. Bunlar biraz arıtlanmalıdır, baxmayın. Çünki o qışdan qalıb. İndi təzə baxın, tumurcuqlayır. Arıtlayacağım bunları. Arxadayın eləmişəm biraz. Bu qalıb. Bunları da eləyəcəm. Qızım. Artıq çevirirəm, çevirmək istəyirəm. Çünki qızarır. Çox rahat çevirdim. Qətiyyən yanmır, yapışmır. Heç un falan da vurmamışam, istifadə etməmişəm. Gördünüz ilkdə. Çox qəşəng də qızarıb. Bu səsdən ötəri ölürəm də. Çox qəşəng də qızarır. Bu da günün son yeməyi. Subumuz, qriçka və üzərinə də balıq. Salatımın belə hər şeyini bişirdim. Baxın, çuğunduru, yumurtası, əti altda da var da, yəni bundan ibarət deyil yumurta, ət. Xiyar qoydum, kartofu, ondan sonra markovu. İndi də burada belə qozunu doğrayacağım. Daha sonra tyorkadan keçirdəcəm burada salatımı, duzu, bu da mayonezi. Yavaş-yavaş indi hazırlayayım salatımızı. Artıq iftara 1 saat hardasa vaxt qalır. Saat neçədir indi? 16:54-dür. İftara hardasa saat yarım vaxt qalıb. Ona qədər də xaladenikdə qalar və salam. Götürüb afiyyətlə yeyərik. Belə başlayım işlərimi görüm.
Salatım hazır oldu. Baxın, belə gözəl alınıb. Artıq iftar vaxtıdır. Qoydum, saat yarımda xaladenikdə qaldı. Hündür və qəşəng alınıb. Belə turp doğradım. Bir də börəyimiz qalmışdı. Biraz onu dəniz qızartdı. Vəssalam, bu da Supumuz da var. supumuz da var. Ve İndi menüsünü belə bitirdik. Balığımı sizə göstərim. Belə qəşəng alındı balığım. Belə hər kəsə çəkmişəm. Yemək otururam mən də. Əzan vurulur artıq. Heç bir dəqiqə qalıb. Allah hamının orucunu qəbul etsin inşallah. Biz də onun içində. Belə salatımız da qəşəng alınıb. İndi oturaq dadına da baxaq. Bugünün də menüsü bu oldu. Allah orucunuzu qəbul eləsin. Sağ ol aşkım. Salatı kəsmişəm, yeyirik. Dedim burasını da göstərim sizə. Baxın necə gözəl alınıb hündür. Bu tortu mən hündür sevirəm. Belə necə deyim, hündür olmayanda istəmirəm. Nə bilim, belə çox sevirəm, xoşuma gəlir. Qat-qatdır. Belə vurursan vilkanı, vilka da olur.